Saat 6 işləyir. Məktəbə hazırlaşacağam. Siz də mənimlə bir yerdə hazırlaşacaqsınız. Hava soyuqdur. Yəni mənə görə soyuqdur və qaranlıqdır. Mən də bu havada məktəbə hazırlaşıram. Biraz yavaş danışmış ola bilərəm. Çünki yatan var evdə, tək ayaq mənəm. İndi hazırlaşırıq. Gəlin, başlayaq. Video hal-hazırda çox keyfiyyətsiz görünür. Arxaya falan baxın, video çox keyfiyyətsiz görünür. İşıq yandırmaq istəyirəm, amma böyük ehtimalla işığımın zatkası yoxdur. Ona görə bunu qoyuram. Bu biraz yıxsın. Daha sonra bunu yandıracağım. Qoydum zatkaya. O biraz yıxsın. Yandıracağım, video daha yaxşı görünəcək. Qarşımda güzgü var. Hazırlaşacağım. Yəni üzümü hazırlayacağım. Siz də baxacaqsınız. Deməli, əvvəlcə başlayıram üzümü nəmləndirməkdən. Birinci üzümü nəmləndirəcəm. Mən ən son 6 ay öncə belə bir video çəkmişdim. 6 ay əvvəl hansı aydı? Yadımda deyil. Amma ən son, ən son 6 ay əvvəl məktəbə hazırlanış videosu çəkmişdim. O səhv eləmirəmsə 6000 izlənmişdi, əgər səhv xatırlamıramsa. Bu da ümid edirəm o qədər çox izlənər. 6000 çox deyil, amma mənim kanalıma görə yaxşı bir izlənmədir. Üzümü nəmləndirdim gördüyünüz kimi. Bu arada makyajsızam, sıfır makyajım. Çünki indi oyandım. Normalda bu saatdə oyanmıram. Hardasa 1 saat daha gec oyanıram. Sadəcə bugün video çəkəcəkdim deyə biraz tez oyandım. Video çəkəcəyim günlər səhər məktəbə gedəndə tez oyanıram. Çünki video seçməyə biraz vaxt aparır. Hazırlaşmaq da vaxt aparır. İkisi birləşəndə çox vaxt gedir. Ona görə tez oyanıram. Belə. İndi üzümü nəmləndirdim gördüyünüz kimi. Keçirəm. Makyaj edəcəm. Əslində bizə icazə vermirlər makyaj etmək, amma mən eləyəcəm çünki bu halda məktəbə getsəm insanlar mənim nə bilim yəni çox da yaxşı görünmürəm bu halda. Ona görə makyaj edəcəm. Saçım niyə belədir? Başlayıram notun qapadıcısından göz altılarıma. Düzüyə baxmıram, burada eləyəcəm. Gözüm əyil, görmürəm ki. Burada eləyim bir dəqiqə. İndi bunu yayıram və qapatıcı ilə işim bitir. Süngerim. Bura baxa-baxa edirəm, çünki görmürəm. Kameranın yerini biraz dəyişdirdim, çünki güzgünü həm güzgüyə baxmaq, həm kameranın yerini dəyişdirdim, çünki həm güzgüyə baxmaq, həm də kameraya baxmaq biraz çətin idi. Mən də güzgüyə baxanda siz məni görmürdünüz. Ona görə kameranın yerini dəyişdirdim. Oldu. Göz altımı gördüyünüz kimi belə bağladım. İndi keçirəm bunu sabitləməyə, pudra ilə sabitləyəcəm. İndi sıra bunu sabitləməkdədir. Pudra ilə sabitləyirəm. Mən başqa nə ilə sabitləməyəm. Bu fırça da bayağı yumuşaq bir fırçadır. Amma o birisi fırçam bu qədər yumuşaq deyil. O da yumuşaqdır, amma bu qədər deyil. Bitti. Bu kadar. Sabitledim.
gördüyünüz kimi. İndi keçirəm kipriklərimə. Çünki gördüyünüz kimi kipriklərim çox aşağıdır. Və mən aşağı deyil, düzdür, düz kiprikdir. Mən də düz kiprik xoşlamıram. Mən belə kiprik xoşlayıram. Ona görə indi kipriklərimizi qıvırırıq. Üzərinə isə maskara vururuq. Amma az vuracam, çünki bizim zaşımız çox icazə vermir. Bu arada bu mənim deyil, anamındır. Mənim yoxdur. Mənim var maskaram, amma bir dənədir, o da bitir. Əslində 3 dənədir, 2 dənəsini atdım, çünki tamam bitmişdi. Hələ biri var idi, heç istifadə eləməmişdim və bitdi. O da Essence idi. Essence'in I Love Extra var, şəklini qoyuram bura. Baxın, bunu düzəməli heç istifadə eləmədim. Yanvar ayında almışdıq. Yanvardan bu vaxta qədər sadəcə 1-2 dəfə istifadə elədim və qurudu. Bildiyiniz qurudu. İçində var idi, amma quruydu. Neysə. Onu istifadə edə bilmədim. İndi kipriklərimi qıvırıram. Üstünə bunu keçəcəm. Sonra yenə qıvıracam. İndi üstündən bundan keçirəm. Fərqi görürsünüz. Bir buna baxın, bir də buna baxın. Fərqi görürsünüz. İndi eynisini buna eləyəcəm. Oldu, bitti. İndi bu qurusun. Bir dəfə də qıvıracam. Daha sonra bitəcək. Kipriklərim də bitəcək. İndi keçirəm qaşımı darayacam. Bu arada hardasa 1-2 gün əvvəl səhvən qaşımın burasını çoxaldım. Burasını. Baxın, görürsünüz. Amma ki heç bir problem yoxdur. Çünki mənim qaşlarım çox tez çıxır. Bilmirəm sadəcə məndə belədir, yoxsa yox, amma mənim qaşlarım çox tez çıxır da, yəni bilmirəm niyə, kaş saçım da o qədər tez uzanardı. Amma qaşlarım çox tez çıxır, yəni qaşımı alıram, üstündən 2 gün, 3 gün keçir, yenə çıxır, yəni o da balaca çıxmır, normal çıxır da, yəni nə az nə çox, orta bir şey çıxır yenə. Anlamadım. Ona görə çox da problem deyil. Biraz keçsin uzanacaq. Ona görə hiss eləmirəm, qalsın belə. Demək olar ki, makyajım bitdi. Sadəcə qaldı dodağım. Onu da ki, indi eləyəcəm. Amma saçımı darayım, paltarımı geyinim, sonra eləyəcəm. Saçımı dünən yox, ondan əvvəlki gün səhv eləmirəmsə düzləşdirmişdim. Yoxsa dünən idi. Dünən idi deyəsən saçımı düzləşdirdim. İndi də belə qalıb. Düzdür əslində hələ də, amma düzləşdirim görəsən. Ehtiyac var düzləşdirməyə. Neysə, saat neçədir bir dənə? Saata baxaq. 5:33. Vaxtım var əslində. Yəni düzləşdirə bilərəm. Onda geyinim, sonra düzləşdirim. Onsuz da düzdür. Sadəcə buraları daha düz olsun istəyirəm. Bir də biraz qabarıqdır sanki. Qabarıqlığı da olmasın. Saçlarımı daradım. İndi geyinim. Corablarım. Bunu geyinəcəm. Məktəb şalvarım. Bunu da geyinəcəm. Məktəb köynəyim. Bunu da geyinəcəm. Və mənim məktəb köynəyim həmişə ləkəli olur. Baxın. Baxın. Görünür yoxsa yox? Görünmür deyəsən. Burası ləkəlidir.
Sonra burası ləkəli. Yine var idi. Bura. Burada da ləkəli. Kamerada çox görünmür, amma ləkələr çox var. Neyse. İndi məktəb paltarımı giyinim, gəlirəm. Giyindim, gəldim. Gördüyünüz kimi işığı da yandırdım, amma xəttlər olur. Bilmirəm sizdə də görünür yoxsa xətt var. Neyse. Makyajıma baxın. Buram ağdı, buram qara, buram qara, buram ağ. Neyse, ışığı söndürürüm. Makyajım biraz farklı görünür kamerada, ışığa göre. Ama ışıksız da kalite pisdir. Ona göre ışığı yandıracağım. Bütün makyajım bitti. Keçirəm dodağıma. Miss Tyson bu qələmini istifadə edəcəm. Nömrəsi 776'dır. İndi lip kombomuzu edirik. İndi bunun üstündən gloss vuracağım. Glossum da ki budur. Qəşəng glossdur. Sadəcə biraz fazla səhraydı məncə. Lip kombom da hazır. Son dəfədə kirpiklərimi qıvırıram və makyajım tamamən bitmiş olur. Aldığı kirpiklərim bitti. İndi bir dəqiqə askimi götürüm, onu taxım. Çirkin göründüm. Mən niyə belə oldu? Niyə çirkin görünürəm mən? What? Mən bu qədər çirkin görünmürdüm. Baxın, ne oldu? Məktəbə gedən vaxtı sinir krizi geçireceğim. Şey buna göre. Düz kal. Neyse. Makyajla biraz daha çirkin göründüm sanki. Terpənmə. Kamerada fərqi görünürəm, güzgüdə fərqi görünürəm. Allah haqqı deyirəm, kameradakı ilə gerçək həyatdakı eyni şey deyil. Ay, niyə belə oldu ki? Neyse, heç nə olmaz. Düzələr. Düzələr. Saatı göstərim. Saat elə 5:53'dür. Mən 6'da. Bir saat bundan əvvəl oyanmışdım. Bir saata hazırlaşdım. İndi çay içəcəm. Bu qədər. Çay içəcəm. Amma gəlin sizə yeni aldığım qolbağı göstərim. Çox xoşuma gəldi. Çoxdan da özümə qolbaq almırdım. Getdim o gün aldım. İndi onu sizə göstərim. Baxın qolbağa. Çox qəşəng qolbaqdır. Çox sevdim mən. Belə qolbaq istəyirdim. Bir incə olsun, gümüş olsun.
İstirdim, aldım. Çox qəşəngdir. Üzüyü falan da aldım, amma onları bir-bir göstərməyəcəm hamısını. Videolarımda istifadə elədikcə hamısını görəcəksiniz. Amma indi bunu göstərmək istədim, dayanamadım. Çox qəşəngdir. Bir də bunun sırğa versiyonu da istəyirəm. Yəni halka küpə olur belə. Onlardan da istəyirəm. Ümid edirəm ki, onu da alacağam. Mən həmişə belə edirəm. Mənim alışqanlığım da artıq. Videolarımda görə bilərsiniz ki, neçə dəfə belə edirəm. Şərəfsizə baxın. Nəysə, heç nə olmaz. Biz də videoya işıqsız davam edərik. Hava aydınlanmadı. Bir saat doğağım, hava hələ də aydınlanmadı. Nəysə, indi çay içəcəm. Çünki çay içmək istəyirəm. Çox vaxt yemək yemirəm səhərlər. Yediyim vaxtlar da olur, amma çox vaxt yemirəm. Bu səhər çay içəcəm, yemək bilmirəm, amma çay içəcəm. Sonra səsimi düzləşdirəcəm. Amma o vaxta qədər bir video da çəkəcəm, qısa shorts bir video çəkəcəm. Onu bəlkə burada paylaşaram ya da Instagramda story paylaşaram. Instagram adım buradan çıxdı. Takip eləmək istəyənlər edə bilər. Storylərimə baxmaq istəyənlər baxa bilər. Belə. Yenə belə eləyəcəydim. Nəysə, artıq eləmirəm. Artıq belə eləməyəcəm. Çünki bu bir alışqanlıq oldu və mən çox boş danışıram. İndi video çəkəcəm, qısa bir video. Daha sonra çay içəcəm, daha sonra saçımı düzləşdirəcəm. Biraz vaxt keçdi. Mən video çəkdim. Kamera yenə əyildi. Mən video çəkdim. O videonu yəqin paylaşaram, bilmirəm. Paylaşaram yəqin. Saatı da sizə göstəreyim. Saat da ki 6:10-dur. Hələ evdən çıxmama 1 saat var. Belə. İndi gedirəm çay içməyə. Mən yarım saatda çay içəcəm, amma hələ içib qutara bilmədiyim üçün indi gedirəm çay içməyə. Məcbur telefonun öz işığını yandırdım, çünki video bayağı qaranlıq görünür. İndi burada güzgüm var, bunu götürürəm, qoyuram cibimə, çünki bunu məktəbə aparıram. Burada da qolbağın birini qoluma taxdım. Dəqiqə göstərim. Qolbağın birini qoluma taxdım, video çəkirdim. Birazdan çıxardacağım, yəni məktəbə taxmayacağım. Burada da Kiko Glossum var. Bunu əslində istifadə eləmək istəyirəm, amma ki rəngi elə bir şeydir ki, yəni istifadə eləsi bir rəngi deyil. İndi göstərim sizə. Bir də bu rənginə baxın. Rəngi bildiyiniz bu çəhraydı. Baxın. Yəni bu rəng istifadə olması bir rəng deyil məncə. Sırf Kiko'm olsun deyə anama dedim al. Nömrəsi neçədir? Nömrəsi 05. Amma qəşəngdir, pis deyil. Görünüşü qəşəng. Bir də zərlidir, görürsünüz. Zərini dəqiqə yaxından göstər. Görünmür ki. Hə, bax. Nəysə. Bəxsasını bununla yığa bilmədim. Bu da ki, burada zartqadadır, böyle yığır. Qırmızı. Bayaq bundan video çəkdim. Ona görə zartkası yoxdur. Yenə söndü. Nəysə, qoydum. Saat 7-yə qalır. Artıq hava aydınlanıb. Mən də birazdan evdən çıxacağam. Saçlarımı düzləşdirəcəm. Bir dəfə də darayacağım. Darayım, sonra düzləşdirəcəm. Baxın. Öz saçımda keratin falan deyil. Sadəcə düzləşdirmişəm. Tamamen hazıram. Saata baxın. Saat 6:50-dir. Mən də 7:15-də evdən çıxacağam. Bugün evdən biraz tez çıxacağam. Niyə tez çıxacağam? Normalda həmişə vaxtında çıxıram. Amma bugün tez çıxmaq istədim.
Biraz tez çıxacam. Nərminlə bir yerdə gedəcəm. Belə. Artıq tamamilə hazıram. Saçlarımı düzləşdirdim. Makyajımı elədim. Paltarımı geyindim. Çay içdim. Video çəkdim. Artıq bir işim yoxdur. Çantam da hazırdır. Bu çantanı aparacağım məktəbə. Normalda mən bu il yeni bir çanta almışdım. Amma o çantanı yumağa atmışam. Təmiz deyil. Ona görə son bir həftədə bunu istifadə edirəm. Yine bunu aparıram məktəbə. Elə. Bu. İndi üstümü geyinəcəm. Onu götürüm gəlirəm. İndi üstümü geyinirəm. Bunu geyinəcəm. Yenə işıq sönür. Bu işıq niyə sönür? Nəysə. İndi bunu geyinəcəm. Geyinim. Tərpənmədən. Bunu geyinəndə bad girl vibe verirəm. Çantam. Hazıram. İndi evdən çıxacağım. Ayaqqabımı geyinəcəm. Amma hansı ayaqqabını geyinim bilmirəm. İki dənə ayaqqabım var. Biri sambadır, biri adi ağ ayaqqabıdır. Hansını geyinim bilmirəm. Sambanı son bir həftədir geyinirəm. Amma ağ ayaqqabını heç geyinmirəm. Böyük ehtimalla yenə sambanı geyinəcəm. Sambanı geyinəcəm. Bunu geyinəcəm. Geyinim. Gəlim. Ayaqqabımı geyindim indi. Doxlanacağım. Ver. Çok acı. Saçlarıma pozuzdu. Kardeşim buradadır, yanımdadır. Şimdi bundan vuracağım ama bu çok şeydi yani. Ne şey diyeceğim? Bu hiç kalıcı değil. Yani hiç kalıcı değil de. Yani ben bundan keçəni də istifadə etmişəm. Kalıcı değil. Kalıcı değil olsa. Bir de son olarak bu da bitir. Bunu ben almıştım iyonunda diyesem. İyon. Nasıl bir şey. Dur bitir artık. Bitti. Saat indi 7:13'dür. Mən isə evdən çıxıram. Videom bura qədər idi. Sizinlə birlikdə məktəbə hazırlaşdıq. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Eğer sona kadar izledinizsə, like atmağı və kanalıma abone olmağı unutmayın. Video fikirlərinizdə şərh bölməsində yaza bilərsiniz.